Azərbaycan 1325-ci ildə Azərin 21-də işğal olubdur. Mən bu sözləri ki deyirəm, məsuliyyətimlə boynuma alıram. Heç məhkəmədən bu sözləri məhkəmələrdə demişəm, altın yazıb imzalamışam. Azərbaycan işğal olub. Bizim hüququmuz qəsb olub. Biz o hüququ ələ gətirməliyik və gətirəcəyik. Azərbaycanı işğaldan çıxaracağıq. Öz millətini canım üçündür. Sanmayın nalələrim təkcə quru canım üçündür. İstəyim, hər diləyim Azərbaycanım üçündür. Bu bizim çox hörmətli sayın dostumuz Çəngizin istəkləri. Çəngiz bu elin yolunda ömür boyu çalışdı. Hakka doğru addım attı. Heç vaxt halı qalmadı heç işlərdən. Və bu işdə də özünə heç bir məqam, heç bir heç bir sərvət axtarmırdı. Daha doğrusu bu əlində olan sərvətin də, canın da, malın da qoyurdu, necə ki canın da bu yolda qoydu. Əgər bu səhvə gəlib bu insana millətin dərdindən, millətin haqlarının pozulmasının dərdindəndir. Ona görə bunu demək olar, canın da bu yolda qoydu. Mən arzu edirəm bunun yolu davamlı olsun. Çox pak insanıdır və bu yolda addım atanlar hamısı pak, təmiz insanlardır və heç bir yana da bağlı deyirlər. Azərbaycanın unudulmuş haklarına doğru çalışırlar bu insanlar. O insanlardan biri çok hürmetli dostumuz Abbas Lisani Bey buradadır. Ben mikrofonu ona tapşırıyorum. Sağ olun. Canım üçündür. Sanmayın nalələrim təkcə quru canım üçündür. İstəyim, hər diləyim Azərbaycanım üçündür. Bu bizim çok hürmetli sayın dostumuz Çəngizin istəkləri. Çəngiz bu elin yolunda ömür boyu çalışdı. Hakka doğru addım attı. Heç vaxt halı qalmadı heç işlərdən. Və bu işdə də özünə heç bir məqam, heç bir heç bir sərvət axtarmırdı. Daha doğrusu bu əlində olan sərvətin də, canın da, malın da qoyurdu, necə ki canın da bu yolda qoydu. Əgər bu səhvə gəlib bu insana millətin dərdindən, millətin haqlarının pozulmasının dərdindəndir. Ona görə bunu demək olar, canın da bu yolda qoydu. Mən arzu edirəm bunun yolu davamlı olsun. Çox pak insanıdır və bu yolda addım atanlar hamısı pak, təmiz insanlardır və heç bir yana da bağlı deyirlər. Azərbaycanın unudulmuş haklarına doğru çalışırlar bu insanlar. O insanlardan biri çok hürmetli dostumuz Abbas Lisani Bey buradadır. Ben mikrofonu ona tapşırıyorum. Sağ olun. Böyük Allah'ın adıyla. Hamımız ondan ona da doğruluk edeceğiz. Yine bir ulduzumuz süzdü. Yine vətən eşqiyle, Azərbaycan eşqiyle döyülen bir ürək durdu. Ama o eşq, o sevgi, o vətən qayğısı durmayacaqdır. Kesinlikle həmin ürək duran ləhzədən o volkanlı eşq, o derin eşq, derin sevgi, o vətən uğrunda döyülen üreğin içinden kopup ve bütün Azerbaycan'a yayıldı. Bu ulduzlarımız süzebilecek. Bu qəbristanda çok ulduzlarımız yatıp ve yatabilecek. Ama bize büyük bir ders veriyor bu getmələr. Bu ulduzlarımızın, bu büyük insanlarımızın süzmesi. Gediş doğrudur, köçmə doğrudur. Hamımız o toprağa doğru gedəcək. Pəs öz
özümüz müvəqqəti və keçərik. Fəqət və yalnız Azərbaycan düşünməliyik. Və milli mənafeyimizi yalnız vətənə düşünməliyik. Necə ki, bizim bugünkü topraq altında yatan Çəngiz bəy Bəxtiyar böyük qəhrəmanımız və ecdimiz o cür düşündü və o cür dünyasını tapşırdı. Kesinlikle o insanlarımızın Çəngiz bəy Bəxtiyarin və neçə addım oyuna yatan bizim əmani qardaşların yolu devam edir və edəcək. Nə qədər Azərbaycanda hətta bir ürək döyünürsə azadlıq eşqinə vuracaq və vurmalıdır. Niyə ki, azadlıq uğrunda insanlar yer üzünə qədəm qoymuş və azadlığa doğru getməlidir. Vətən eşqində bütün hər nəvənəmizi unudub, hər bir varlığımızı unudub vətəni düşünməliyik. Yaşasın vətənimiz, yaşasın Azərbaycan. Mən vaxtı çox almayan söz bir dünya, vəli ancaq nə qədər əzizlərimizin və böyük insanlarımızın qəbri üstündə, toprağı üstündə danışacaq. Özümə bunu çətin bir vəziyyət görüyorum, amma hər halda Allah rəhmət eləsin. Fəqət bu toprağı tapşırıb qədəndən sonra mütməyindən o fikri unutmayaq, o fikirlər ki, bu ürəklərdə yatıb və o iş ki, bizə paylaşılıb, onu unutmayacaq və gələcəkdə və bu həssas şəraitdə diqqət eləməliyik. Çox həssas şəraitdə addımlarımızı daha asata qapınmayacaq və addımımızı 89-cu dəqiqədə çox güclü və şəkilsiz atacaq. Yaşasın Azərbaycan, ailəsinə və bütün